Salam. Məsələ time test sınaq toplusundandır. Birinci sınaqdan 7-ci məsələdir. Deyir, ilanın yumurtalığın çoxalma zonasına daxil olan böyük M, kiçik M, böyük N, kiçik N genotipli 3 ilkin cinsi hüceyrə 2 dəfə bölünmüşdür. 2 dəfə bölünmüşdürsə, mən bunu bakteriya məsələsi kimi həll edirəm. 2-yə vuraraqdan başlayırıq. 6, deməli 12 hüceyrə əmələ gəlmişdir. Demək, deyir ki, bütün hüceyrələr yetişmə zonasına daxil olubdur. Yəni 12 hüceyrənin 12-si də hara daxil olmuşdur? Yetişmə zonasına daxil olmuşdur. Deməli 12-si də daxil olsa biz bilirik ki, bunun 12-si də qamet. Onun 3 dəfə çox, yəni 36 yönəldici cisimcik əmələ gəlir. Nə qədər qametdirsə, onun 3 dəfə çox yönəldici cisimcik. Cəmi burada nə qədər hüceyrə əmələ gəldi? 48 hüceyrə əmələ gəldi. Düzdürmü? 48 hüceyrə əmələ gəldi. Deyir ki, bütün hüceyrələr yetişmə zonasına daxil olubdur. Əmələ gələn böyük M, böyük N genotipli qametlərin sayı, böyük M, böyük N genotipli qametlərin sayı digər qametlərin hər birinin sayının 3 dəfə çox olarsa. İndi baxaq. Biz bilirik ki, böyük M, kiçik M, böyük N, kiçik N 4 tip qamet verir. Böyük M, böyük N, böyük M, kiçik N, kiçik M, böyük N, kiçik M, kiçik N genotipli qamet. Yəni 1, 1, 1, 1 nisbətində bizə qamet verir. 4 dənə bərabər nisbətdə qamet verir. Düzdürmü? Yəni bu 48 hüceyrədən, baxın, 48 hüceyrədən əmələ gələn 48 hüceyrəni biz 4 yerə böləcəyik. 4 yerə bölsək nə qədər eləyəcək? 12-si, düzdür? 12-si böyük M, böyük N, 12-si böyük M, kiçik N, 12-si kiçik M, böyük N, 12-si də kiçik M, kiçik N genotipini daşımış olacaq hüceyrənin. Yəni 48 hüceyrənin 12, 12, 12, 12 nisbətində genotip daşıyır. Şərtdə deyir ki, əmələ gələn böyük M, böyük N genotipli qametin sayı, bizdə qamet sayı nə qədər idi? 12 dənə qamet var idi. Düzdürmü? Deyir ki, böyük M, böyük N genotipli qametlərin sayı digərlərinin hər birinin sayından 3 dəfə çox olarsa. Demək, burada 6 dənə böyük M, böyük N yerdə qalır 2, 2, 2. Düzdür? Böyük M, kiçik N, kiçik M, böyük N, kiçik M, kiçik N. Doğrudan 6 hər birindən 3 dəfə çoxdur. Düzdürmü? Aha, deyir ki, indi məsələnin sonunda neçə yönəldici cisimcik böyük M, kiçik N genotiplidir. Böyük M, kiçik N genotipli yönəldici cisimciklərin sayını soruşur bizdə. Bizdə ümumilikdə nə qədər hüceyrə? 12 hüceyrə böyük M, kiçik N genotipini daşıyırdı. Düzdür? Böyük M, kiçik N genotipini daşıyırdı. 12 hüceyrə. Böyük M, kiçik N genotipli hüceyrədən, 12 hüceyrədən ikisi qametdir. Böyük M, kiçik N genotipli ikisi qametdir. Yerdə qalan deməli 12-dən çıxırıq 2-ni, neçə qalır? 10 dənəsi də deməli bizə nəyin payına düşür? Yönəldici cisimciyin payına düşür. Aydındır? Bir də deyirəm. Deməli 12 hüceyrə böyük M, kiçik N genotiplidir. Əgər biz də bunu tapdıq ki, bu 2 qamet böyük M, kiçik N genotiplidir. Deməli 12 hüceyrədən ikisi böyük M, kiçik N genotipli qametin payına düşürsə, 12 hüceyrədən ikisi qametin payına düşürsə, yerdə qalan 10 dənəsi yönəldici cisimciyin payına düşəcək. Cavab 10-dur.